Izləyicilər, bugün qəhrəmanlar deyə Biləsuvar Təzəkənd kəndində Kərbəlayı İntiqam, Kərbəlayı İntiqamın məclisindəyik. Yəni bu günləri bu kənddə bizə deyildi ki, Kərbəlayı İntiqam cavan olmağına baxmayaraq böyük bir xeyirxah əməlləri var imiş, xeyirxah işlərlə məşğul imiş həqiqətən. Yəni dedikcə qədər, dedikdən də üstün kənd sakinlərindən də söz götürəcək. Yəni bizə dedilər ki, bu məclisi çəkək, paylaşaq. Biz də özümüzə yəni belə şeyləri borc bilirik. Yəni belə işləri çəkək, paylaşaq. Allah rəhmət eləsin, cavan olub, gənc olub. 38 yaşında dünyasını dəyişib. İndi hal-hazırda kənd sakinlərindən bu cavan haqqında məlumatlar da öyrənib, çəkib sizlərə göstərəcək. Allah rəhmət eləsin. Mədət əmi, qarşında baş əyirəm. Bu günləri sizin kənddə, ilk öncə sizin kənddə olduğumuzla qürurlanırıq ki, sizin kimi atanın qarşısındayıq. Sizin kimi atanın qarşısında söz götürəcək. Sizin kənd sakini olub, bizə deyirlər ki, yəni belə əməlləri olduğu üçün çəkib paylaşmaq bizə məsləhət verdilər. Biz də istəyirik ki, elə ilk sözü sizdən göstərək ki, Kərbəlayı İntiqam necə oğul olub və onun haqqında bir iki məlumat verəsiniz. Buyur. Allah köməyin olsun. Kərbəlayı İntiqam çox insan adamı olur. Kasıb, küsubay, əl-atar olur. Özü də din adamı olur. Allah onu yerini cənnət eləsin. Allah şəhidlərimizə də rəhmət eləsin, qazilərimizə can sağlığı, Allah ordumuzu qorusun, Allah səndə kömək olsun. Çox sağ ol, təşəkkür. Buyur qardaş, siz də bir iki məlumat verərdiniz. Kərbəlayı İntiqam gözəl insan olub. Kəndə çox gözəl xidməti olub, din əhli olub. Quran oxuyan olub, yaxşı məclislər aparıb. Özünə çox hörmət qazanıb bu kənddə. Gənc olmayına baxmayaraq 88 təvəllüd edir. Yaxşı əməlləri çox olub. Bu kənddə çox xeyirxah işlər də görüb. Qonşum olub. Allah onu rəhmət eləsin. Allah balalarına can sağlığı versin. Allah rəhmət eləsin. Çox sağ ol. Buyur qardaş. Allah köməyin olsun. Sağ ol, yəni gəlib bu məclisi, yəni çəkəcən işıqlandırırsan. Kərbəlayı qardaş İntiqam çox gözəl insan olub. Allah ona qanı rəhmət eləsin. Allah rəhmət eləsin. Danışmağı çox söz çoxdur. Adam danışamıyor. Baxıda mənlə onun yoldaşlığı çox olur. Yəni bir yerdə olmuşuz, görmüşük. Allah köməyin olsun. Allah rəhmət eləsin. Var olasın. Təşəkkür. Yaxşı kişiləri bilirsiniz, kişilərdir. Bax, nə gözəl bir dənə nə veribdi? Tərif veribdi. Bir dənə o riyaziyyatda olan düstur. O düsturla götürsən, məsələni həll verirsən. İmam Sadiq əleyhissalam düstur veribdi bunun üçün. Dedi,